Dim test topludan belə bir cəbir sualının həllinə baxaq. Kök altında a kvadrat üstəgəl 21 çıxılsın kök altında a kvadrat üstəgəl 5 bərabər 2 olarsa, kök altında a kvadrat üstəgəl 21 üstəgəl kök altında a kvadrat üstəgəl 5 ifadəsinin qiymətini tapın. Bizdən tələb olunan ifadəyə x deyək. Əgər biz bunları tərəf-tərəfə vursaq, əldə edərik belə bir ifadə. Burada fikir versək, kök altında a kvadrat üstəgəl 21-ə 1 m, kök altında a kvadrat üstəgəl 5-ə 1 n desək, bunlar da bu şəkildə m, n. O zaman bu ifadə olacaq m çıxılsın n vurulsun m üstəgəl n bərabər 2x. Bunu da açılışını bilirik ki, m kvadrat çıxılsın n kvadratdır. Bərabər 2x. M'imiz kök altında a kvadrat üstəgəl 21-dir. O zaman kvadrata yüksəltsək, köklə kvadrat gedər, yerdə a kvadrat üstəgəl 21 qalar. Deməli, m kvadratımız a kvadrat üstəgəl 21-ə bərabərdir. N kvadratı hesablasaq, n'imiz kök altında a kvadrat üstəgəl 5-dir. Kvadrata yüksəltsək, köklə kvadrat gedər, yerdə qalar a kvadrat üstəgəlinsin 5. N kvadratımız da a kvadrat üstəgəl 5-dir. Bərabər 2x. Sadələşdirsək, a kvadrat üstəgəl 21 çıxılsın a kvadrat çıxılsın 5 bərabər 2x. A kvadratlar gedər, qalar 2x bərabər 16, yəni x bərabər 8. Bizdən də tələb olunan ifadənin qiyməti x idi, yəni cavabımız 8-dir.